Bu yaxınlarda bir SMM mənim çəkdiyim videonu öz işi kimi mənə göndərdi. Mənə bir əməkdaşlıq təklifi gəlmişdi, lakin vaxtım olmadığı üçün qəbul edə bilmədim. Düşündüm ki, ən yaxşısı Reels makerlər olan qrupa yazım, kimin vaxtı varsa o getsin. Bir çoxları portfolyolarını göndərdi və bir xanım da göndərdi. Onun da əl işlərinə, videolarına baxdım və sonuncu baxdığım videoda həqiqətən də şoka düşdüm. Çünki həmin video başdan sona qədər mənə aid idi. Həm çəkilişi, həm də montajı. Mənə maraqlı gəldi. Xanımdan soruşdum ki, bu videonu siz çəkmisiniz? Xanım dedi ki, səhifədəki bütün işlər bizə aiddir. Məsələni daha da dəqiqləşdirmək üçün müdiriyyətin adını soruşdum. Dedim ki, bəs bu bəydir? Cavabında isə bəli, onun olduğunu dedi. Mən də açıq şəkildə bildirdim ki, həmin video həm çəkilişi, həm montajı mənə aiddir. Sadəcə müştəriyə təhvil verdiyim üçün üstünə öz loqomu yerləşdirməmişəm. Xanım təbii ki, çarəsiz qaldığını görüb bəhanələrə sıxınmağa başladı və mənə yalandan həmin kadrları əslində onun montaj etdiyini, düzəlişlər etdiyini dedi. Halbuki mən əmin idim ki, həmin kadrlarda heç bir dəyişiklik olmayıb. Mən sadəcə söhbəti uzatmadım və ordaca xanımla əməkdaşlıq etməyəcəyimizi bildirdim. Təbii ki, bu hadisə mənə bir şey xatırlatdı ki, insan nə qədər irəli getdikcə, uğur qazandıqca onu təqlid edənlər də çox olacaq. Və siz mənim yerimdə olsaydınız, xanıma necə cavab verərdiniz?